Buyur. Hamınız hoş gelmişsiniz. Hamınızı yüzden büyük kesik olmazsa. Sizleri çok severim. Buna yarışmamızın esas sebebi bilirsiniz ne oldu? 2 ay bundan önce, 2 ay 3 ay bundan önce bizim bu güzel kanalımız ameliyat çekti. Ay. Var. Odan ben. Ben de yanına işte yiyemiyorum. Dedim Allah bilir sağlam ol. Gedek oturak sen de ye biz de yiyek. Şimdi Allah'a şükürler olsun ki bizim bu güzel hanımımız özü de yiyik biz de yiyelim. Ona göre biz doğrudan da buraya yetişmemizin esas sebebi bu hanımın yanına gelmeyimiz oldu. Çok sağ Allah olsun. sen Sözü sağ ol. yere salmadı. Ne de Allah koysun. Yakışı onun bir yere yetişir. Şimdi bu günleri buradayım. Teşekkür ederim. Gazile Hanım. Çok sağ olun. Mən Valide xanım, mən bilmirdim ki, bunun ucu gəlib mənə bağlanacaq. Təşəkkür edirəm. Sağ ol, var ol. Mən oradan qaçdım, amma yenə də gəldim mənə bağlandı. Allah sizi sağlasın. Təşəkkürlər. Yaxşı alqışlamadınız, qəbul eləmədim. Amma başqa məsələ. Yine bize kalkılarız, sağ olun. O gün olsun oğlum. Sağ olun. Allah korusun. Çox sağ olun, çox təşəkkür edirəm. Göz aydınlığına gəlir inşallah. Allahın köməyi ilə. Sizlər sağ olun, sizlər var olun. Hər birinizə təşəkkür edirəm diqqətinizə görə, sayğınıza görə var olun. Nə yaxşı ki varsınız və düzün deyim ki, nə yaxşı ki tanımışıq. Ne yaxşı birbirimizi tanıdık. Gerçəkdən. Çok sağ olun. Çok güzel oldu kızlar. Yani ben şehirde böyümüşəm də bilirsiniz. Ben hamını tanımırdım da, ancaq yaxınları tanıyordum. Bu icra vasitəsində mən nə qədər adam tanıdım. O qədər xoşbəxtəm, o qədər sevinirəm ki, mən bu qədər insan tanıyıram. Müxtəlif kəndlərdən də, yəni təkcə çay kəndi, ölkəndə yox. Kəndlərdən adamlar kəndlərdən. Kimə oxşadıram, bilmirəm ki, oxşadıram. Oldu canım Əlican. Səs eləmə. Ama bizi yok.